podkast qonağımız İmran Şabanovdur, hansı ki XPEL-in Azərbaycanda rəsmi distributorudur. Təzə müştərilər həmişə kimi, yəni də o sual yaranır onlarda. Niyə qiymət fərqi bu qədər? Bir gün ümumiyyətlə mümkündür avtomobili plonkalayıb təhvil vermək. Ona görə rahat olması üçün yəni ustalar götürürlər, qabaq hissəsini ayırırlar, arxa hissəsini ayırırlar. Plonkanı səhv söksən, onun kleyi qala bilər. Çöldə PPF vurmaq mümkündür, yoxsa mümkün deyil. Yaxınlarda TikTokda videolara baxırdım. Bir şey ki, diş pastası ilə nəyin farasını bərpa eləyənlər. Tutaq ki, müştəri gəlib demir ki, sənə 3000-ə, 2700-ə, 2800-ə Amerikan plonkası vururlar. Ucuz plonkalar 1 ilə, 2 ilə başlayır saralmağa, kimikata. Rəsmi Amerika istehsalı olan PPF gətirən firmaların adını çəkə bilərsən. Hamınızı Avtopodkast kanalından salamlayıram. Bugünkü qonağımız yəqin ki, yadınızda olar. Podkast qonağımız İmran Şabanovdur, hansı ki XPEL-in Azərbaycanda rəsmi distributorudur. Sizə söz verdik ki, podkastdan sonra İmranın əl işlərində göstərəcəyik və bugün gəlmişik İmranın obyektinə və görürsünüz ki, eksklüziv bir avtomobilin PPF hazırlanma işləri gedir və PPF vurulur. İndi isə İmranı dəvət edib bizə bugünkü gün işlərini göstərsin. Sən salamlayıram İmran. Hamıya salam. Nə dəyişdi podkastdan sonra? Belə deyək, keyfiyyətə önəm verənlər çoxaldı, yoxsa yenə də daha belə sporlu variantlar oldu ki, hansı ki, dedilər sizdə yenə bahadır, filan yerdə ucuzdur. Müştəri baxımından söhbət gedirsə, yenə də təzə müştərilər həmişə kimi, yəni də o sual yaranır onlarda. Niyə qiymət fərqi bu qədər çox var? Yəni yenə də qiymət fərqi var. Təbii ki, var. Ən azından başa düşən də olub ki, yəni bəlkə də podkastda baxıblar. Başa düşən də olub və baxan da olub. Yəni qiymət tək materialla da ölçülmür. Ustaların peşəkarlığı ilə də nəzərə almaq lazımdır. Düz, amma ən böyük faktor bu materialdır. Materialdır, əlbəttə ki. Yəni bu avtomobildə nə iş görür və hansı model bu avtomobildir? Bu maşın avtomobil tam kuzası XPEL Ultimate Fusion seriyası ilə bu ən belə deyək də maksimal olan variantıdır. Keramik tərkibli plonkadır. Yəni kuza tam olaraq örtüləcək. Əlavə olaraq salonun bütün elementlərdə mebellər plonkalanacaq. İndi hansı işləri görülüb? Yəni göstərə bilərsən? Yəni PPF çəkilib arasına sərəncə. Hal-hazırda bu kapot çəkilib. Görürsünüz burada karbon kapotdur deyəsən. Bəli. Burada bu görürsünüz krloya da çəkilir. Yəni bunlar hamısı qatlanacaq. Plotter kəsmə olub, yoxsa belədir, adi rezakla kəsilir? Yəni sizdə burada belə deyək də, çünki bu manseri paketdir. Bəli. Plotterda standart spektra lekalları var, ona görə bunlar hamısı əlinə işləniləcək. Amma bumperdir, krololardır, qapılardır, onlar hamısı plotter kəsilir. Özünə aid yerlərdə yəni. Bəli, özünə aid olan yer. Başqa hansısa bir elementlərində bunun plonka çəkiləcək, yoxsa ancaq elə şüşə, salon elementləri? Tam kuza, salon elementləri, bir də əlavə olaraq bunun disklərinə çəkiləcək. Başa düşdüm. Bir də bunu dedin ki, XPEL-in ən maksimum, yəni ən keyfiyyətli, belə deyək də, plonkası. Onun hamısı keyfiyyətlidir, onu bilirik. Yəni ən maksimum... Keramik tərkibli olduğuna görə də bu Fusion seriyasıdır. Yəni bir də plusdan fərqi odur. Parlaqlığı biraz daha çoxdur, bir də keramik tərkiblidir. Bəs qarantiya bunlarda neçə il olur ki, XPEL Fusion'da? 10 il qarantiyası var. 10 il qarantiyası var, rəsmi qarantiyası. Bir də bir şey soruşacağım. Bu tip avtomobilin plonkasının çəkilməsi ümumiyyətlə neçə gün çəkir sizdə? Normalda biz müştəriyə 4 gün vaxt götürürük. Fərqi yoxdur, bu maşın olsun ya digər maşın olsun. Biz 4 gün vaxt götürürük artıqlaması ilə. Bu nəyə görə? Çünki detal yapışdırılandan sonra öz xodu ilə qurusa daha yaxşı olar. Axırda onsuz da yekunda biz opsi kontrol edəndən sonra fenlə hamısını təzədən abrabotka edirik. Fenlirik ki, gələcəkdə moykadan aparda qalxmasın. Bəs elə 3 gün, 4 gün demişim. Bir gün ümumiyyətlə mümkündür avtomobili plonkalayıb təhvil vermək. Bizdə belə bir olub, bir müştərimiz istəyib. Yəni istəyib ki, səhər gətirsin, axşam aparsın. Eləməyini eləmişik. Yenə də biz çalışmışıq, maksimal hamısı düzgün olsun, amma texnologiyaya görə yəni məncə qalsa, belə deyək, biz müştəriyə bunun qabağından demişik, qalsa daha yaxşı olar.
Çünki plonkada olur, nəm olan yerlər olurdu. Onları birdən-birə fenləyəndə plonkaya yana bilərdi həmin yerlərdə. Əlavə olaraq puzurok belə şeylər qalardı. Öz xodu ilə quruyanda daha yaxşıdır, nəinki onu insulin şprislə çıxartmağa. Ona görə də hər bir halda maşın belə deyək də, yapışdırılan detal qalsa daha yaxşı olar. Bəs bayaq ploterlə dediniz, elementləri kəsirik, o Mansory paket olduğuna görə əllə kəsilir. Yəni ploterlə rezakın fərqi nədir? Yoxsa təcrübəli adamın əlində elə də qorxulu bir şey deyil. Çünki insanlar qorxur ki, deyir, avtomobilimi cızar, avtomobilim cızılar. Yəni belə şeylər, tip şeylər tez-tez eşidirəm. Yəni elə bir şey mümkündür, yoxsa təcrübəli əllərdə... Təcrübəsiz usta olsa cızar eləyər, bu ehtimalı böyükdür ki, cızar eləyər. Yəni təcrübəli ustanın əlində o heç nədir. Sadəcə olaraq ploterın üstünlüyü nədədir? Yəni usta nə qədər səliqəli kəssin, yəni ploter kimi, kompüter kimi onu düz kəsə bilməyəcək. Misal üçün də bu faranı götürək, bu elementini. Burada görürsünüz, bu ploter necə quraşdırılıb. Yəni ploter bunu ideal kəsim verib. Yəni həqiqətən bilinmir ki, kəsimlər. Çünki insan əlinə qədər təcrübəli sən demişkən, usta da olsa belə, yəni bu səliqəlikdə kəsə bilməyəcək. Onu görsənməyən yerdə, deyək ki, bura qatlanır. Bura üçün fərq yoxdur. Yəni əllə də kəssən, bu qatlanır, bu görsənmir. Bu onsuz da görsənmir. Amma görsənən yerlər, yenə də ploter daha ideal görsənir. Elə maşınlar var ki, heç ploterlə də çətindir. Sənin yaralı yerin var bir maşın deyəsən, onlarda ploterdə də çətin olur. Galenwagen seriyalar. Galenwagen-də çətindir, yəni problem şey deyil. Elə yer var ki, ümumiyyətcə o avtomobili planka vura bilmirlər. Məsələn, bamperləri biz Galenwagen-də ploter versə belə, biz ploterlə vurmuruq. Nəyə görə? Soku çox olur. Yəni onu da müştəri bəyənmir. Ona görə. Məsələn, Galenwagen-də əvvəllər biz çox sökürdük, indi ancaq ruskalarını sökürük. Çünki sökməyə ehtiyac yoxdur. Məsələn, arxa kriloda stik verir, amma o stiki elə ideal oturur ki, onun heç müştəri o stiki də görmür. Yəni bəzən olur ki, onları 2 kusoka vururlar. Yəni bu ümumiyyətlə 2 kusoka yox, onu 3-4 yerə bölürlər. Həm materialda, o servisdə, həm materialda ekonomiya eləmək üçün, həm özlərinə əziyyət vermirlər. Çünki bütöv olanda belə deyək, materialı zayi eləmək şansı çoxalır, toz düşməyə şansı çoxalır. Plus da biz indi məsələn yazıları sökmürük, kriloda bir turbo yazılan. Təsəvvür edin ki, bu boyda element o qabaq krilodan arxa kriloya kimi gedir. Həm yazını düz oturtmalısan, həm hər yer düz oturmalıdır. Ona görə rahat olması üçün yəni ustalar götürürlər, qabaq hissəsini ayırırlar, arxa hissəsini ayırırlar. Yəni bu toz da ümumiyyətlə qaçılmaz bir şey deyil də. Yəni bu tozdan necə biraz minimuma endirmək olar da? İş yerin təmirindəndir ya nəsə avadanlıq quraşdırmalısın. Maşın hazırlamaqdan asılıdır. Maşını necə hazırlayacaqsın? Yəni çox usta götürüb məsələn maşını düzgün hazırlamırlar, başlayırlar plonkanı vurmağa. Deyək ki, görsənən yerləri silir, o ilə də iş bitirdi. Amma toz əsasən bu gizli yerlərdən çıxır da, kantlardan, rezin arasından. Onları birinci növbədə təmizləmək düzgün lazımdır. İkinci növbədə də təcrübəli usta bilir plonkanı hardan başlamaq lazımdır ki, toz onun altında, yəni belə deyək, minimum dərəcəyə endirmək üçün. Təbii ki, bizim işimizdə toz düşür, biz qaldırırıq, yuyuruq, eləyirik. Yəni, bütöv kuzada yəni bir dənə, 2 dənə toz olsa o qlobal problem deyil. Amma elə ustalar var ki, elə yapışdırır ki, bir detalda məsələn 15 dənə, 20 dənə toz olur. Demirəm, sənə sualları hazırlamışam, telefona qeyd eləmişəm. Yəni, yadımdan çıxmamış ki, deyim bir dənəsə yadımdan çıxar. Yəni, PPF ömrü bitəndən sonra, deyirsən, 10 il XPL-in ömrü var. Onu ümumiyyətlə sonra demontajı necə olur? Yəni, zərəri ola bilərmi? Ya olmur, yəni rahat sökülür? Yəni, onu da... Bu məsələdə material keyfiyyətlidirsə, yəni Zavaskoy bir də rəng boya Zavaskoydirsə, ya sonradan rənglənməyib, nəyə görə onu deyirəm? Çünki sonradan rənglənən detal ola bilər, altı səhv işlənilib, üstünə vurulan kraska ümumiyyətlə altı belə deyək də, fundamenti pisdir deyə plyonkonu qaldıra bilər. Amma əgər Zavaskoy kraskadan söhbət gedirsə, plyonkanı düzgün sökülsə, heç bir problem olmayacaq. Bildim. Və sonraki sual, növbəti sual, onu soruşduq. Yəni, belə deyim, keyfiyyətli plyonka da olsa, keyfiyyətsiz də olsa, onu düzgün, yəni... Düzgün, birinci növbədə düzgün sökmək lazımdır plionkanı. Çünki misal üçün, XPL da olsa,
Plyonkanı səhv söksən, onun kleyi qala bilər. Sadəcə olaraq fərq nədə olacaq? Biri var, detal bütöv kley içində qalır. Məsələn, XPL-i götür, vəhşi kimi birdən-birə başladı dartmağa. Bəzi yerlərdə belə deyək də güc gəlib azalır ki, plyonkada shock line deyirlər də o. Onun kimi izlər düşəcək kapota da. Amma düzgün söksə, məsələn biz onu sökəndə ya buxarla, ya fenlə, ya isti su ilə sökürsən, düz bıçaq altında dartanda heç bir kley qalmır. İstəyir başqa bir brend olsun, eyni qaydada. Amma elə plyonkalar var ki, məsələn, Çinin plyonkaları keyfiyyətsiz. Ona istəyirsən fen ver, istəyirsən su ver, bildiyin kley poliuretanın qatından özü aralanır, poliuretan çıxır, kleyi qalır bütöv kuzada. O özü başlayıb problem çıxarmağa. Demontajı bildim. Bir dənə maraqlı sual var. Bəs bir günə avtomobil gətirsəm, desəm İmran, bunu bir günə üzləyin. Yəni bir günə mümkün olacaq onu PPF-lə üzləmək, yoxsa çətinlik olacaq? Bizdə belə bir praktikada da olur. Bir müştərimiz, müştəri həmişə tələsir. Səhər gətirib maşın X5 idi. Səhər başlamışıq, axşam maşını bitirmişik. Düzdür, həmin maşın üstündə 4 nəfər işləyirdi uje. 4 usta işləyib maşın üstündə. İndi X5 elə də çətin maşın deyil. Yəni onu mümkündür. Amma texniki cəhətdən bu biraz səhvdir. Plyonka gərək özü qurusun. Özü quruyandan sonra bütün tinlər fenlənsin. Bu proses belə getməlidir. Amma elə maşın var ki, misal üçün deyək ki, məsələn bu Rolls-Royce-u yapışdırsan. Bunu istəsə 4 günə dostlarla işləsə keyfiyyətli bir iş çıxmayacaq. Nəyə görə? Çünki görürsünüz xırda elementlər çoxdur. Yəni bu yapışdırılmalıdır, bu qurumalıdır, bundan sonra bu yapışdırılmalıdır, bu yapışdırılandan sonra bu hissəsi yapışdırılmalıdır. Başa düşdüm. Ona görə biz müştəriyə həmişə 4 gün vaxt götürürük artıqlaması ilə. Bu texnologiya düz olsun da prosesdən. Plyonkanı vırırıq, quruyur, ondan sonra bütün yerləri abrabotka edib fenləyirik. Bəs bir texnologiyanı da soruşum. Çöldə PPF-i vurmaq mümkündür, yoxsa mümkün deyil? Çöldə PPF, təsəvvür edin, biz belə bağlı yerdə, elə təmiz yerdə plyonkanı vırıq. Maşını o qədər hazırlayırıq ki, toz çıxmasın. O ilə belə toz düşür. Biz də bu başlayırıq yumağa, təmizləməyə ki, yəni hətta bir toz qalmasın. Yəni təsəvvür edin, açıq havada, Bakıda tozlu şəhər. Yəni nə dərəcədə bu düzgündür və nə dərəcədə iş ideal çıxar da. Yəni mən səndən onu niyə soruşdum? Çünki yaxınlarda TikTokda videolara baxırdım. Maşın bazarında, bildiyimiz yəni Vasmoy maşın bazarında çöldə son modeli Range Rover Vogue, yəni el arası Vogue deyirlər. Çöldə onun kapotunu plyonkalayırdılar. Yəni o düzdür ümumiyyətcə, yoxsa o düzgün bir şeydir? Düzdür, maşın bazarda hər şey edirlər. Yəni bu bir şey ki, diş pastası ilə həm farasını bərpa eləyəndə var. Mayonezlə. Videoda da görmüşəm, mayonezlə. Düzdür, o maşın bazarda deyil, hardasa hayırda. Yəni mayonezlə deyiləm. Yəni açıq havada bu iş, belə deyək, təmizlik lazımdır, tozsuz yer olmalıdır. Yəni açıq havada bunu vururlarsa, mənə özümə çox maraqlı gəldi ki, o kapot nə vəziyyətdədir? Mənə də o maraqlı ki, yəqin maşının sahibi məlumatsızdır. Yəni o boyda xərc eləyəsən 250 minə, 300 minə avtomobil alasın, onu da təmiz. Ya sahibi verir şoferə, belə hallarla biz rast gəlir. O çox gəlir. Şofer gəlir, bizlə bir danışır, aparır, sonra daha ucuz yerdə elətdirir. Hələ bilirəm. Hadisələr yəni olur. bir də onu soruşum. Qiymət fərqi nədən yaranır? Yəni sizin plyonkaları tutaq ki, müştəri gəlib demir ki, sənə 3000-ə, 2700-ə, 2800-ə Amerikan plyonkası vururlar. Yəni elə şey ümumiyyətcə mümkündür ya, qiymət fərqi nədən əmələ gəlir? Qiymət fərqi birinci növbədə materialdan, misal üçün gətirirəm, hələ rulon var, bu dəqiqə bazarda 800 manata, 900 manata, 1000 manata. Misal üçün götürək, məsələn, XPL-da, indi deyək ki, 3000 manat da bunun. Yəni, avtomatik burada 2000-2200 manat fərq aydın görsənir. Birinci növbədə budur, ikinci növbədə ustanın peşəkarlığı. İndi elə servislər var ki, onun öz ustası yoxdur, nayomnik çağırır. O nayomnikləri da belə deyək də, misal üçün, usta bir maşından 500-1000 manat qazanırsa, nayomnik gəlir, ondan da aşağı işləyir, aşağı qiymət, aşağı materialla. Təsəvvür edin ki, 3000-ə, nə bilim, 3500 manata hansı materialını işləməlisən? Həm usta qazanmalıdır, həm servis qazanmalıdır, həm arendan verməlisən, həm vergisini ödəməlisən. Yəni, təbii ki, bu işdə qazanc olmasa, bu ustanın marağı da yoxdur bu işi işləməyə.
Usta demişəm, indi niyə günü-gündən PPF ustası çoxalır? Yəni bu işə niyə maraq artır ümumiyyətcə? Bu işə maraq ən çox belə deyək, qiymət, hamı qiymət öyrənir. Məsələn 5000, 6000 öyrənir, götürüb başlayır materialı öyrənməyə. Azərbaycan variantı bütün bizneslərdə belədir. Hansısa bir dost danışın, bir iş görür, soruşsa nə işlə məşğulsun, filan şeylə. Hə, nə qədər pul alsan, filan şey. Başlayır kalkulyasiya eləməyə. Kalkulyasiya ki, məsələn, 3000 manat bir xeyir qalır da bir maşından. Qalanı hesablanmır ki, mən də başlayım vurma. Qalan hesablanmır ki, bunun başqa rasxodları da var da. Tək PPF ilə iş bitmir də. Onun bayaq saydığım kimi arendası var, vergisi var. Yəni bunlar hamısı rasxodlardır. Bir də bilirsən nə maraqlıdır? Hamı indi reklam ümumiyyətcə bugünkü gün çox vacib bir şeydir də. Bir dənə fikir verdiyim sizdə olub ki, sən yəni belə deyim, stikları, belə çətin yerləri hətta belə yaxından göstərirsən ki, biz buranı belə işləmişik, yəni qüsursuz da. Amma elələri var, bir də mobiloqraf tutur, uzaqdan belə çəkir. Yəni o düzgün bir şeydir, yoxsa yox? Yəni bu dəqiqə bütün sahələrdə belə deyək də, indiki zamanında tək bizim işimizdə deyil. Yəni hamı reklama üstünlüyü verib. Bizim sahədən söhbət gedirsə, bu show biznes kimi olub da. Hərə özünü tərifləyir, hərə bir show göstərir. Söhbət də ondadır ki, bu show göstərənlər heç bir usta deyil. Nə bu işi işləmir, nə bu işdən anlayışı yoxdur. Sadəcə olaraq ona ya hazır tekst verilir, ya da ustalardan bir-iki sual verir, nəyisə öyrənir, başlayır videoda bunu göstərməyə. Bildim, yəni sadəcə belə deyim, reklama böyük pul buraxırlar, reklama böyük pul ayrılırlar, müştəri cəlb eləmək üçün. Əsas da indi son zamanlar ümumiyyətlə qiymət söhbətində servislər keyfiyyətə üstünlük vermirlər, qiymətlə rəqabət aparmağa çalışırlar. Bundan qabaq misal üçün də əgər 5000-ə eləyirsə, ən aşağı servis 5000-ə, 4500-ə, indi elə videolar qabağımıza çıxır 3500-ə, 2500-ə, yəni gəlib o qiymətə çatır. Bunlar belə deyək də, sırf müştərini cəlb eləmək üçün, və soruşduğun kimi də o müştərilər niyə qiymət soruşur? Yəni bizdə də olur, müştəri yığır, deyir məsələn, neçəyə yapışdırsınız? Misal üçün biz deyirik 6000-ə, 7000-ə. Deyirəm, mənə eyni işi filan yerdə daha aşağı deyiblər. Soruşursan, məsələn, hansı plyonka ilə? Deyir, Amerika plyonkasıdır. Adını deyir, bilirəm ki, məsələn, plyonka ya Amerika deyil, ya misal üçün dublikatıdır. Yəni, müştərini belə aldadırlar, müştəri də belə deyək də, bazarı araşdırmamış. Yəni, bir də bir şey deyirlər, plyonka olsun, plyonkadır da, Çin olsun, Amerika olsun, nə fərqi var? Yəni, bu tip şeylər, yəni, fərq nədədir həqiqətən? Yəni, Amerikan plyonkası olsun, Çin plyonkası olsun. Yəni, ikisi də baxsan belə, vizual olaraq eynidir. Vizual eynidir. Yəni, həqiqətən bunun fərqi nədir ki? Fərqi birinci şəffaflığındadır. Premium klass plyonkalar, belə deyək də, daha çox parıldayır, gün şüalarına daha dözümlü olur, saralmır. Məsələn, amma ucuz plyonkalar 1 ilə, 2 ilə başlayır saralmağa, kimikata dözümsüz olur o plyonkalar. Sonra kley zəif olur. Kley zəif olduğundan, misal üçün, ağır kırılır da, Çin plyonkaların kleyləri çoxsun zəif olur. Ustam məcbur buralara hər yerə başlayır primer sürtməyə. Bu primer də plastik elementlərdə, gələcəkdə sökəndə kraskanın qopmağa ehtimalı çoxalır. Biz indi XPEL-in plotter otağındayıq, hansı ki burada eskizlər kəsilir avtomobillərə və mebellərə. İmran, ümumiyyətcə, plotterlə bayaq dediyim kimi, fərq nədədir ki, əllə kəsim? Bəzən görsən ki, yəni təhlükəsizlik baxımından da götürürlər boğaza, belə şeylərdir, ya qolda damarları kəsmək kimi göstərirlər, amma PPF kəsmək. Şarikin üstünə qoyurlar, nə bilim, belə videolar çoxdur. Onu göstərmək istəyirlər ki, biz kəsmirik. Yəni, bu düz plyonkanı rahat bir yerdə kəsmək heç bir problem yoxdur. Amma o plyonka naçaşkada olur. Misal üçün də, belə deyək, plyonka düz yapışdırdım bura, 10 qram buna
davleniya verirsən, kəsən vaxtı zədələnmir plyonkanı. Amma plyonkanın naçaşkada olsa, həmin 10 qramı ora sıxsan, deşib cetalı keçəcək. Yəni o heç bir şey təcrübə o heç bir şey bildirmir, yox. Təcrübəli usta belə deyək də, plyonka dartılmış vəziyyətdə olsa da, rahat yerdə olmayan, düz yerdə olmayan, misal üçün də indi adam var ancaq sol tərəfdə olan cetalar rahat kəsir, adam var sağ tərəfdə kəsir. Təsəvvür indi bu bamperin elə yeri var ki, çətin yerdə altı zadı qalır. Orada uca naqruskada əyilirsən, rahat olmur. Həmin o dediyin o şarikin üstündə orada onu eləmək olmur. Orada uca gərək ancaq təcrübəli olarsan. Bir də mebellər də məncə artıq monitor, yəni o hissələrdə çətin olar ki. Mebellərdə ümumiyyətlə çətindir salonda, çünki rula dəyir, skorusa dəyir, orada əllə kəsmək ümumiyyətlə düzgün deyil. Çünki belə deyək də, orada 50-50-yədir, 50% ustalar kəsirdi orada. Yəni, ona görə onun üçün plotterdir. Bir sözlə hamısı sadəcə şoudur. Şoudur, onlar hamısı baxış yığmaq üçün başqa bir şey deyil. Yəni onu soruşmaq istəyirəm. O videoları mən elə 2017-də çəkmişdim. O vaxtda müştəri narahatdır, təzə bu arada mən də qoyub çəkmişdim, o videolar var idi, amma o ustalığı bildirmirdi o videolar. Nəticədə şou göstərənlər qalib gələcək, yoxsa həqiqətən peşəkarlar səncə? Yox, bu dəqiqə üçün şou göstərənlər belə deyək də işləyir. Çünki başı çıxmayan müştəri çoxdur. Bunlara deyirlər ki, filan belə olmalıdır, bunlar da elə bilir ki, belə olmalıdır. Amma bir zamanla təbii ki, yəni vazvətlər çoxalır onlarda. Peşəkar ustalar, misal üçün, mən sənə dostum maşını yapışdırmışam, sən də başqa bir yerdə yapışdırmışam. Bir yerdə sabah oturanda bir bizim maşına baxanda görsənəcəkdir təbii ki. Kəsintilərdir, stiklardır, yəni onların hamısını bacarmaq lazımdır. Bizdə məsələ deyək ki, Galimagin deyim, arxa krılosunu əvvəllər götürürdük, tam sökürdük, tam da artırdıq. İndi biz sökmürük. Bir dənə fərq oradadır ki, arxada kəsinti olur. Amma o kəsintini stik-stika ilə oturduruq ki, heç o müştəri görmür. Murat, bir dənə də sual sənə verim. Bəs bugünkü gün Azərbaycanda rəsmi Amerika istehsalı olan PPF gətirən firmaların adını çəkə bilərsən? PPF gətirən, məndə olan məlumatı, mən bildiyimə qədər rəsmi bu dəqiqə yalnız Lumar gəlir, bir də XPEL-dir. Bəs XPEL-in bugünkü gün saxtasına rast gəlmirsən, yoxsa yox? Çünki o biri digər firmanın özün də yaxşı bilirsən ki, bütün detailinglərdə bar-bar bağırırlar ki, 3000-ə biz tutaq ki, Lumar vururuq. Yəni, sən rast gəlmirsən XPEL-in saxtası ilə? XPEL-in saxtası yoxdur. Amma elə bir şey eşitmişəm, yəni hər sahədə kimi bizim sahədə də bu ağıllar tapılır. Kimsə Kitaydan 5-10 rulon, nə bilim, XPEL plus nə bilim nəsə, yəni XPEN, XP belə adlarla kimsə gətirib. Ad və rəngi oxşadırlar. Oxşadırlar, gətirənlər var. Həmin şəxslər də nə bizim əziyyətimizə, nə bizim işimizə hörmət edirlər, nə də özlərinə. Yəni, çünki belə saxta mal gətirib, yəni məqsəd burada bir yönlü ola bilər, müştərini aldadmaq. Yəni müştərini XPEL deyib ya aldadıb başqa plyonka, Kitay plyonkası quraşdırmaq. Yəni təbii ki, aydın məsələdə, yəni müştəri sabah örgəndə öz ürək sözlərini həmin şəxslərə deyəcək. Bunun da qarşısını almaq üçün biz sayt yaratmışıq. Sayta daxil olaraq müştəri öz VIN nömrəsini daxil edib yoxlaya bilər. Hətta saytda bizdə bölmə var, bizim partnyorlarımız da görsənir. Amma indi elə servis var ki, saytda olmasa belə, kimsə indi bizdən 1 rulon ya 2 rulon alırsa, həmin şəxsə satdığımız rulona uyğun, onun bar nömrəsi ilə maşının VIN nömrəsini sayta daxil edirik. Bunu şəxsən özüm edirəm. Müştəri də sayta daxil olub, onu yoxlaya bilər. Müştərilərə də tövsiyəm odur ki, hər, belə deyək də, divarda XPEL yazılan yerlər, o demək deyil ki, həmin yerlər XPEL quraşdırır. Sadəcə olaraq, belə deyək də. Dünya brendidir kimsə... Dünya brendidir, servisin, belə deyək, keyfiyyətli materiallarla işləməyi göstərmək istəyirlər. Anladım. Müştəri də aldanmasın, sayt dediyim kimi işləyir, yoxlaya bilərlər. Son sözüm var nəsə izləyicilərimizə ya insanlara ki, ürək sözlərində belə deyək, aldanmasınlar. Ürək sözlərim odur ki,
İstəyərəm ki, bu işi belə deyək də, bu polirovkanı necə eləyiblərsə, o 99, 100 manat, nə bilim, 5 qat falan şey, bu plyonkanı da bu vəziyyətə gətirməsinlər. Yəni işə belə deyək də, təcrübəli yanaşsınlar, işin belə deyək, necə deyim, çürütməsinlər də bir sözlə. Düzdür, doğrudur. Çalışsınlar, düz işləsinlər. İnşallah yaxşı olur məncə. Sənə də təşəkkür edirəm. Bugünkü qonağımız İmran Şabanov idi. XPEL Azərbaycanın rəsmi distributoru. Podkastına da baxa bilərsiniz əvvəlki videolarımızda. Bugün gəldik sizə İmranın əl işlərini göstərək və görürsünüz ki, yəni heç bir yerdə belə avtomobillərə rast gəlmərsiniz. Çünki adam reklama yox, ada işləyibdir. Ona görə də İmran, şad oluram ki, Azərbaycanda belə bir işini sevən peşəkar adamlar var. Lap belə deyək, tanışdığımızdan əlavə, yəni tanımasaydım da belə, tanımayanda da belə işlərimi izlədim və çox bəyənirdim. Hamıya da həmişə tövsiyə edirdim. Sağ ol. Sağ ol. Sağ ol.